Salam, hörmətli tamaşaçılar, xoş gördük sizləri. Qeyd edim ki, bugünkü verilişimiz beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar İctimai Birliyinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonaları və hüquqi dəyərləndirmələr layihəsi əsasında çəkilir. Veriliş qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maliyyələşdirilir. Bundan əlavə bizim bugün qonağımızı qeyd etmək istəyirəm. Qonağımız Almaniyadan gəlmiş soydaşımızdır, tanınmış soydaşımızdır. Həkim, siyasətçi, deputat və insan hüquqları müdafiəçisidir. Rahim Şmit. Rahim mənim, xoş gəlmisiniz. Xoş gördük. Rahim mənim, bu günlərdə Bakıda BMT-nin çərçivə konvensiyasından bildiyiniz kimi tərəflər konfransı baş tutdu, COP29. Siz də burada iştirak etdiniz. Hətta bizim təşkil etdiyimiz tədbirdə də iştirak elədiniz, çıxış etdiniz. Ümumiyyətlə, bizim üçün sizin təəssüratlarınız maraqlıdır. İlk öncə sizdən çox təşəkkür edirəm. Xalq Qəzetəsindən, TV-sindən və sizin həmkarlarınızdan bura dəvət üçün çox təşəkkür edirəm. Bəli, mən bura COP29 üçün gəlmişdim bu dəfə. Çox bir gözəl tarixi tədbir idi. Özüm də orada şirkət eləmişdim. Bunu mən Azərbaycana çox təbrik deyirəm ki, Qarabağ zəfərindən sonra bu ikinci zəfərimizdir ki, dünyanın bütün kulturları, siyasətdə, hər yerdə bu Azərbaycanın nə qədər istedadı, nə qədər bacarıcılığı vardı, bunu tamam dünyada gördülər. Buna təbrik deyirəm və beləliklə də Azərbaycan öz mədəniyyətinə dair olan göstərdi ki, biz həmişə sülh və ədalət istəyərik və bunun üçün də bu tədbiri burada gözəl göstərdi ki, insanlar hər yerdən gələrlər sülh üçün və təbiətin sağlamlığı üçün burada bir-birinə danışarlar. Rahim mənim, vətəndaş olduğunuz, uzun illərdir yaşadığınız Almaniyadan da önəmli dövlət adamları Bakıya təşrif buyurmuşdu. Ümumiyyətlə, sizcə Almaniyanın COP29, ümumiyyətlə, COP tədbirləri barədə mövqeyi yanaşması necədir? Belə deyək, ümumiyyətlə Alman siyasəti zada təbiət üçün həmişə yaxşı olubdur və investisiya eləyibdir, qrün enerjiyə, hətta dünyada da səylərin göstəribdir. Siyasi barəsində də ümumiyyətlə neytral falan səy eləyib amma təəssüf biraz bu axırlarda mövqeyyəti biraz mən deyərdim ki, Fransadan zaten biraz təsir alınmışdı. Amma burada gəldilər, şirkət elədilər. Bir şey məni sevindirdi. Xanım Berbok gəldi, şirkət elədi hər halda. Bir şeylə ki, məni biraz incitdi. O da BMT məsələsi sualı ki, dünyanın 196 ölkəsindən bura gəliblər söhbətə, iqlim barəsində. Gənə də bir alət kimi o məsələyi, demokrasi, insan hüquqlarının araya atdı. Bu bir-birinə dəymir daha. İnsan hüququ hər yerdə gərək difa olur. Mən özüm 40 ildir bu işi görürəm. Doğru. Bu işi görürəm. Hər şeyin öz yeri vardı. Əvvəl də Azərbaycana nə lazımdır? Təşəkkür edirik ki, bu böyük tədbiri öz öhdəsinə götürüb qonaqlığına bura investirin eləyibdir. Bu gözəl mühiti yaradıb ki, 70 mindən çox insan dünyada gəlib burada bir-biri ilə bir məsələnin üstündə danışırlar. O da nədir? Necə eləyə bilərik ana vətən yeri bərabər hifz eləyə. O da danışığına. Yəni, bu bəşəriyyətin problemidir da. Əlbəttə, bu gələcəyimizi təhdid edən bir məsələdir, iqlim məsələsi. Burada başqa mövzulara nə ehtiyac var ki? Burada düz deyirsiniz, haqlı buyurursunuz ki, yəni hər kəsin bir amalı olmalıdır ki, iqlim dəyişikliklərinin qarşısını almaq. Məhz tədbir də onun üçün toplanıb. Amma burada hərə öz siyasətini dikt etməyə çalışır. Amma mən, əlbəttə, bu bizim üçün sevindirici haldır ki, bəzi bizə qarşı qara PR kampaniyası aparmaya çalışan ölkələrin Türkiyəlilər demiş, amacıları baş tutmadı. Yəni, onlar gördülər ki, Azərbaycan bu tədbirin öhdəsində möhtəşəm şəkildə gəldi. Sözünüzə qüvvət 80 mindən çox insan Bakıda iştirak etmək üçün qeydiyyatdan keçdi. 50 ölkədən artıq, yəni 50 ölkənin prezidenti, dövlət və hökumət başçıları, rəsmi nümayəndələri bu tədbirə qatılır. Yəni, bu, mən deyərdim ki, müstəqilliyimiz bərpa olunandan sonra ən böyük tədbir
Yəni səhv etmirəmsə post-sovet məkanında ən böyük tədbirdir. Rəhim müəllim, sizcə iqlim dəyişiklikləri nədən yaranır? Ümumiyyətlə bu təhlükəli prosesin qarşısını almaq üçün konkret nələr etmək lazımdır? Bəli, bu iqlimin məsələsi həqiqətdə siz buyuran kimi bir dənə dünyanın məsələsidir bu gün. Sual budur ki, bu məsələ nə cür olub ki, bu vəzə gəlib yetişibdir? Əlbəttə, o zəngin dövlətlər şimalı illərdir da, 100 il, 200 ildir ki, sənət bu cür qabaq aparıblar, karbon tolu dolunubdur və getdikcə də yerin hərarəti nə olur, çoxalır. Bununla da əsasda kasıb ölkələr çox ziyan görürlər. Yəni, fəqət bu iqlim məsələsi deyil, bir də məsələ ədalətdir. Və ədalət də məsələyi sülhlə dünyada, yəni radikalizmlə vardır. Yəni, bu əsas məsələnin ən böyük məsulları, mən deyərdim ki, mənə görə ABŞ-dır o tərəfdən. Çini də mən deyərdim ki, çox karbon tolidində eləyibdir. Fransadır, Saudi Arabiyadır, bu kişilərlər vardı. Onun üçün də arzu edərdim ki, bunlar da Bakıda fəal şirkət eləyələr və məsuliyyət götürələr bu karbonun azalmağı üçün, hətta gəl finans tərəfindən. Amma təəssüf ki, bunu belə deyək, boyun qaçırtdılar. Bəlkə də o Beerbock'un bu ayrı məsələdən danışma ola bilərdi ki, biraz da budur ki, yəni özlərin öz məsuliyyətlərindən qaçırdalar. Bəli. Bir məsələni soruşmaq istəyirəm. Ümumiyyətlə, son illər siz tez-tez gəlib gedirsiniz Azərbaycana. Burada yəqin ki, yaşıl enerjiyə keçid üçün nüansları görməmiş deyilsiniz. Yəni, Azərbaycanda günəş, külək elektrik stansiyaları var. Kifayət qədər artıq çoxalmaqdadır. Məsələn, biz bu yaxında Naxçıvanda olduq. Yəni, layihəmizin icrası belə deyək, əsasında Qafqazın ən böyük günəş elektrik stansiyası Naxçıvandaydı. İndi biri Abşeron yarımadasında yenidən salınmaqdadır. Külək enerjisi bir ayrı faktordur, o da çoxalmaqdadır. Hətta belə versiyalar var ki, külək enerjisi günəş enerjisindən daha gəlirlidir və daha məqsəd uyğundur. Nəyə görə ki, yer az tutur. Yəni, günəş panelləri çox böyük ərazini tutur, amma külək konkret dirəklərdən ibarətdir, yer az tutur. Yəni, bax, sizin ümumiyyətlə Almaniyada necədir? Ümumiyyətlə, bu alternativ enerji mənbələri keçid orada hansı səviyyədədir? Bəli, orada da bir neçə ildir başlayıblar, çox da investisiya eləyirlər. Məsələ var, hansı dövlət siyasi koalisyon olan çoxlusu və bu solar enerjidir, küləkdir. Bunlara onlar çox investisiya edirlər. O bir tərəflərdən də hidrojen məsələsinə, yaşıl enerji tərəfi ilə gələcəyə istifadə eləməyə hazırlaşırlar. O ki, Azərbaycanda da bir 11 hava iqlimindən dünyada 9-u burada var. Bu özü bir böyük sərvətdir. Nə fəqət sərvətdir, bəlkə yaşıl dünya və yaşıl enerji həqiqətən bizim mədəniyyətimizə çox yeyir. Siz baxsınız bizim kulturumuza, bizim böyük ehtiramımız var təbiətə, bayramlarda, mahnılarımızda, muzikimizdə, ad qoymalarımızda. Yəni, buna görə də Azərbaycan vaxtlıkən başlayıbdır o sərvəti ki, belə deyə, ayrı yerlərdən nəftdən, qazdan alırıq. Həmzaman zada gətiririk ki, bu yaşıl enerjiyə ki, gələcəkdə də ayrı yerlərə bundan sadir eləyə. Yəni, Azərbaycan bekar qalmayıbdır, bəlkə çox fəaldır. Əlan söz buyuran kimi həmin Qarabağda layihədir ki, burada əsasən yaşıl enerji ilə bitkinlər, hər şeylər düzələlər, elektrisitə, yel enerjisi, ayrı şirkətlərlə, İngiltərə ilə falan da burada çalışırlar, bərabər çalışırlar. Bu çox bir sevincili məsələdir. Azərbaycan öz məsuliyyətin məsələsini yaxşı
anlayıb və yaxşı da qabağa aparır. Yəni həm iqtisadi cəhətdən faydalıdır, həm də ekoloji cəhətdən. Əlbəttə. Bu COP29 ki Bakıda oldu, əsasən belə deyək, vəsətdə finans məsələsi idi. Finans məsələsi nə mənədir? Maliyyə məsələsi idi ki, biz nə cür indiki bu havanın qızılmasını və karbonunu falanı bu təxribatın azalda bilərik. Yəni bu finans məsələsi, o dəlilləri ki, hardan nə cür, kim nə xədi tolid edir, o cür feylən sualı dəyərdir. Bunu da fəqət finansla qutarmaq olmaz. Həqiqət gərək bu məsələni kullu dünya bərabər bir dənə belə bir birlik dünyaya, birlik yaşıl dünyaya bərabər çalışalı və burada da o siyasəti neçə qutbu, neçə mərkəzi eləməyi də kullən əbədən kənara qoyarlar üçün, yoxsa bu məsələni biz qabağa apara bilməyəcəyik. Rahim müəllim, sizcə COP29-da bu verilən qərarlar, təkliflər özündə hansı yeniliklər gətirdi? Yəni, müasir dünya ümumiyyətlə COP29-un istəklərinə uyğunlaşa biləcəkmi sizcə? Bakıda bir çox gözəl nəticə ki gəldi, qərar oldu 2035-ə ki, ildə 300 milyard dollar belə deyək də, o zərər yiyən dövlətlərə, ölkələrə kömək zərər çəkən ölkələr, kasıb ölkələr həmin. Bəli, kasıb ölkələr. Bu özü bir böyük rəqəmdir Bakıda. Çox bir böyük razılıqdır. İkincisi odur ki, o Parisdə paragraf bəndə 6 deyir ki, eləyə bilərlər şirkətlər. İndi burada bu oldu ki, nə fəqət şirkətlər, bəlkə dövlətlər arasında bu karbonun azaltmaq, emissiyasının azaltmağı üçün də belə deyək, bu təriqlə də bir-biri ilə söhbət eləyərlər və azaldarlar. Yəni, bir sərvətli dövlət çox emissiya tolid edilir, azaldanmır, amma onun əvəzinə ayrı yerdə belə deyək, idmanlıq cəngəldir, ağaçdır, yaşıl enerjidir, onların qabağa aparmasına, enerjilərinə yardımcılıq eləyər. Bu özü də bir böyük, belə deyək, uğurlu bir nəticə idi Bakıda. Halbuki qabaqdan təəssüf o bəzi ölkələrdən, qərbidən başlanmışdı ki, burada bir nəticə olmuyor. Bəli, onlar kullən siyasətləşdirirdilər, amma burada da Azərbaycan göstərdi ki, çox uğurlu nəticəyə çata bilər. Çünki ciddi bu məsələni tutur və onun üçün də bu öhdəliyi almışdı ki, qonağı 196 ölkələrdən buraya dəvət eləyər. Prezident buyuran kimi başladılar bu işi təxribat eləyərlər, amma görə bilmədilər. Onun üçün danışığında da dedi ki, Azərbaycana kullu dünyadan xoş gəlibsiz. Rahim müəllim, bir dənə də əlavə sual vermək istəyirəm. Deməli, ümumiyyətlə COP-un cəmiyyətimizdə şuuraltı bir, belə deyək, faydaları da oldu. Əlbəttə, insanlar məlumatlandı, yaşıl dünya nədir, ümumiyyətlə, ekoloji tarazlığın pozulması nədir, iqlim dəyişikliyi nədir. Bu, açıq deyək ki, insanlarımızın çoxu məlumatsız idi bundan. Heç COP nədir bilmirdilər ki, ümumiyyətlə. Amma bu tədbirin hər kəsin fəaliyyətində bir izi olmalıdır. Sizcə hər kəs, hər bir insan hansı faydaları verə bilər bu COP prosesinə? Çox təşəkkür edirəm bu önəmli sual üçün. Əsasən burada çox bir böyük resurs vardı. Birincisi, söz qeyd etdiyiniz kimi bu Azərbaycanın özünə, türk dövlətlərinə və bu regiona bir böyük bilicili tədbir idi ki, iqlim, havanın istilənməci, karbon, təzə enerji, dünya hansı sahəyə gedir və bunun fəlakəti nə cür ola bilər. Əsasda o sərvətli dövlətlər, əgər ekonomini ciddi tutsaydılar, burada gəlib böyük yardımcılıq elərdilər iqtisadi. Çünki bura investisiya, yəni gələcəyin iqtisadın qüdrətlənməsinədir. Təxribat gəlir, ələn bizim o İspaniyada var idi, o qədər insan həyatını itirdi. Bunlar gərək nəzərdə tutala təəssüf çox güdə baxışına. Birisi bu idi, ikincisi o ki, Azərbaycanı dünya tanıdı, nə qədər bacarıcılığı var bu işlərdə. Təşkilatçılığı, hər bir şey uğruna qabağa apardı. Mənim deyərdim ki, hamısından önəmlisi bu biri tərəfdən o öz Azərbaycan xalqının
bu məsələ ilə tanınması idi ki, bizim bu məsələ özümüzün mədəniyyətimizlə çox yaxın rabitəsi vardı və hər insan da eləyə bilər, hər gün özü bu işə böyük uğur verər. Məsələn, maşından az istifadə eləyə, ya o ayrı şeylər vardır ki, öydə, tez-tez xarab falan atmaya o yana, uzun istifadə eləyə. Yəni hər insan, bəli, bayramda məsələn, hərə bir ağac əkə bir yerdə, bağında, o yanda. Bir ağac 4 nəfərə ildə oksigen verir. Bir ağac. Doğru. Yəni, ağac həyatdır, nəfəsdir. İsrafçılıq etməyə, məsələn, haradasa gördü, su açıq qalıb, tez işini də gücünü atıb gedib o suyu bağlamalıdır. Əlbəttə. Çox şeylər, çox məsələlər var. Ağacı qoymuyorlar kəsilə, ağaca belə deyək. İctimai yerdə siqaret çəkməsin, hörmət eləsin falan bəhman və ağac əkmə, yaşıllıq əkmə, yaşıllığı çoxaltmaq, məktəbdən başlamaq, gələcək enerji, yaşıl enerji ki, uşaqlar buradan da bundan aşina olarlar üçün ekonomi, sağlamlıq, gələcək təbiətin belə deyək, keyfiyyəti ilə çox rabitəsi olacaqdır. Təşəkkür edirəm Rahim müəllim, studiyamıza gəldiyiniz üçün. Belə hörmətli tamaşaçılar, qeyd edim ki, studiyamızın qonağı Almaniyadan gəlmiş bizim dostumuz, həkim, siyasətçi, deputat və insan hüquqları müdafiəçisi Rahim Şmidtdir. Onu da qeyd edeyim ki, verilişimiz qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin və həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyə əsasında gerçəkləşən Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar ictimai birliyinin layihəsi əsasında çəkilir. Hər birinizə təşəkkür edirəm. Növbəti verilişlərdə görüşənədək.